studiyamızın qonağı Kobiyanın şöbə müdürü Elməddin Hacıyevdir. Elməddin müəllim, xoş gördük sizi studiyamızda. Təşəkkür edirəm, çox sağ olun. Və bugün biz qrantlar barədə danışacağıq. Bilirik ki, Kobiya artıq sadəcə 7-ci qrant müsabiqəsini elan edib və bilirik ki, qrantlar biznesin inkişafı üçün, xüsusilə kiçik, orta biznes üçün və mikro biznes üçün çox belə deyək, lazımlı bir alətdir və ona görə də istərdim ilk öncə bilməyənlər üçün Kobiyanın ayırdığı qrant dəstəyi barədə qısa məlumat verəsiniz. Dəvətiniz üçün təşəkkür edirəm. Qeyd etdiyiniz kimi qrant proqramı mikro, kiçik, orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına əlçatanlığının artırılması üçün, onların fəaliyyətini genişləndirilməsi üçün Kobiyanın mühüm dəstək mexanizmlərindən biridir və bu müsabiqələr yolu ilə təşkil olunur. Müsabiqələr isə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli mikro, kiçik, orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi qaydası əsasında həyata keçirilir. Və biz 2021-ci ildən etibarən qrant proqramını həyata keçirdirik sözügedən qayda əsasında və artıq qeyd etdiyiniz kimi 7-ci qrant müsabiqəsi elan olunub və bu müsabiqə il ərzində 2 dəfədən çox olmayaraq, yəni qayda əsasında həyata keçirilir. Yəni yarım ildən biri belə deyək. Götürəndə bəli, yarım illiklərə bölsək, hər 6 aydan bir bu müsabiqə Kobiya tərəfindən təşkil olunur və sahibkarlıq subyektlərinin layihələri müsabiqəyə qəbul olunur və müsabiqə prosesi həyata keçirilir. Növbəti mərhələdə isə onların layihələri maliyyələşdirilir. Ümumiyyətcə, müsabiqədə kimlər iştirak edə bilər? Hansı şərtlər qarşılığında? Deməli, müsabiqədə qeyd adından göründüyü kimi istənilən hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyətinə məşğul olan hüquqi və fiziki şəxs iştirak edə bilər. Müsabiqənin şərtləri isə qayda əsasında, yəni Nazirlər Kabinetinin təsdiq etdiyi qayda əsasında müəyyənləşir. Deməli, bu ümumi şəkildə götürsək, bu müsabiqə, hər bir müsabiqədə bir şəxs yalnız bir layihə təqdim etmək hüququna malikdir. Eyni zamanda layihələr Azərbaycan dilində təqdim olunmalıdır. Qayda əsasında müəyyən olunmuş sənədlər müsabiqəyə təqdim olunur. Bu sənədlər deməli layihə təklifinin büdcə əsaslandırılması, sahibkarlıq subyektinin şəxsiyyətini təsdiq edən sənədlər müsabiqəyə təqdim olunur və həmin sənədlər əsasında müsabiqə prosesi təşkil olunur. Digər qurumlar tərəfindən maliyyələşdirilmiş layihələr maliyyələşdirilmir, müsabiqəyə buraxılmır. Hər bir layihənin, yəni bildiyiniz kimi bitmə və başlama və bitmə müddətləri olur. Yəni bu da əsas şərtlərdən biridir ki, layihənin minimum 3 ay, maksimum isə 12 aylıq, yəni müddəti olmalıdır. Yəni həmin müddət ərzində layihə icra olunmalıdır. Ümumi şəkildə götürsək, əsas şərtlər bundan ibarətdir. Bəs indiyədək neçə müsabiqə keçirilib və nə qədər qrant vəsait ayrılıb? Qeyd etdiyim kimi və bir sual da vermək istəyirdim ki, ümumiyyətcə, yəni hansı məbləğə qədər qrant verilə bilər, ayrıla bilər? Əsas şərtlərdən biri də deməli 20.000 manata qədər, yəni maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur bu qrant proqramının çərçivəsində. Bu günədək isə bizdə deməli 6 qrant müsabiqəsi keçirilib. Bu 6 qrant müsabiqəsində 99 layihə maliyyələşdirilib. Bu layihələrə isə 1,7 milyon manatdan artıq maliyyə vəsaiti Kobiya tərəfindən ayrılmışdır. Bəs qrant dəstəyi almış layihələr əsasən hansı sahələrə əhatə edir? Deməli, Nazirlər Kabinetinin qaydasında müəyyən edilmiş sahələr var ki, bunlar elm, təhsil, elm, tədqiqat və dəstək sahələridir və bunların hər birinin özünün ayrı-ayrılıqda alt kateqoriyaları var ki, müsabiqəyə təqdim olunan layihələr bu sahələrdən birinə aid olmalıdır. Bu günədək dəstəklənən layihələr, deməli, sahibkarların bilik bacarıqlarının artırılması ilə bağlı layihələr, müəyyən tədris vəsaitlərinin nəşr olunması ilə bağlı, sonra elmi biliklərin sahibkarlıq fəaliyyətinə tətbiqi ilə bağlı layihələr, sahibkarlıq sahəsində tədqiqat işlərinin aparılması, müəyyən deməli qurğuların, prototiplərin hazırlanması, sonra sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə bağlı müəyyən o sertifikatların alınmasına bağlı
layihələr, sonra onlayn platformaların hazırlanmasından bağlı və yaxud təkmilləşdirilməsindən bağlı layihələr deməli 6 qrant müsabiqəsində dəstəklənibdir və bildiyimiz kimi artıq 7-ci növbədə yenə də qeyd edirik onu, 7-ci qrant layihəsidir. Ümumiyyətcə müraciət vaxtı nə vaxta qədərdir və bu layihədə hansı dediyiniz o kateqoriyalar olacaq, o barədə də zəhmət olmasa deməli verərsiniz. Bu ilin, yəni 2025-ci ilin 11 aprel tarixində Kobya tərəfindən növbəti 7-ci qrant müsabiqəsi elan olunmuşdur və 15 aprel tarixindən deməli sənədlərin qəbulu başlanmış və 14 may tarixinə 18:00-dək sənədlərin qəbulu həyata keçiriləcək. Deməli bu müsabiqədə də istənilən sahibkarlıq fəaliyyətinə məşğul olan istənilən KOB subyekti iştirak etmək hüququna malikdir. Söhbətimizin əvvəlində qeyd etdiyimiz şərtlər daxilində onlar bu müsabiqədə iştirak edə bilərlər. Yəni müəyyən olunmuş vaxtdan əvvəl və ya sonra layihələrin təqdim olunması yəni təqdim olunmasına yol verilmir. Çünki qaydada müəyyən edilib ki, bunlar 30 gün müddətində həyata keçirilməlidir və müsabiqəyə bir gün qalmış, yəni sənədlərin qəbulu dayandırılır. Bir də müsabiqə isə bizə başlayacaq 16 may tarixindən növbəti iyun ayının 16-sına qədər və 17 iyun tarixindən sonra isə müsabiqənin nəticələri elan olunacaq və bunlar bu barədə məlumatlar elanda olduğu kimi Kobyanın internet səhifəsində, həmçinin deməli sosial şəbəkə hesablarında nəticələr barədə məlumatlar yerləşdiriləcəkdir. Deməli bu müsabiqədə də əvvəlki müsabiqələrdə olduğu kimi sahibkarlar öz layihələrini təklif etməlidir. Layihələr müsabiqənin sahələrinə uyğun olmalıdır. Yəni elan olunmuş təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır. Layihələr Azərbaycan dilində yəni deyirəm təqdim olunmalıdır. Çünki biz bu məsələlərlə bağlı tez-tez qarşılaşırıq ki, başqa olur ki, digər dildə. İngilis dilində təqdim edənlər olub, rus dilində təqdim edənlər olub, türk dilində layihə təqdim olunanlar olub, amma qaydalarda müəyyən olunub ki, bu yalnız layihələr Azərbaycan dilində təqdim olunmalıdır və layihələr qəbulu başa çatdıqdan sonra deməli digər dövlət və özəl qurumları təmsil edən ekspert komissiyası mövcuddur ki, həmin ekspert komissiyası tərəfindən layihələrin ekspertizası və qiymətləndirməsi həyata keçirilir və ekspertiza nəticəsində və qiymətləndirmə nəticəsində qaliblər müəyyən edilir. Deməli burada əsas meyarlar mövcuddur ki, qaydada müəyyən edilmiş meyarlar mövcuddur ki, həmin 14 meyar əsasında bu qiymətləndirmə həyata keçirilir və həmin meyarlar layihənin məqsəd və aydınlığıdır, aktuallığıdır, ideyanın əsaslandırmasıdır, layihə icraçıları haqqında məlumatdır, layihə komandası kimlərdən ibarətdir, layihənin resursları nədən ibarət olacaq, bu resurslar səmərəli şəkildə necə sərf olunur və ondan daha effektiv nəticə əldə etmək məsələləri, yəni layihədə layihə təklifində özündə ehtiva etməlidir. Və bu qeyd edim ki, Kobyanın internet səhifəsində layihə təklifi, sonra layihənin büdcə əsaslandırılması və icraçılar haqqında məlumatların təqdim olmasına bağlı müəyyən şablon forma hazırlanır və həmin şablon formadan istifadə edərək hər bir sahibkar öz layihəsini həmin o formanı doldurmalıdır. Uyğun şəkildə, yəni biz onu dəstək üçün hazırlamışıq sahibkarlara ki, yəni asan şəkildə o suallara, yəni suallar cavablandırsın və suallar deyəndə başlıqlardır, müəyyən alt başlıqlardır, layihə ilə bağlı başlıqlardır ki, layihənin məqsədi, vəzifəsi, hədəfi, faydalananlar, icra planı və sair kimi istiqamətlər. Bir növ biznes planı olur da orada, yoxsa? Biznes plandan bir balaca fərqlidir. Yəni layihə təklifi başqa, biznes planda daha yəni biznes məsələlər öz əksini tapır. Burada isə yəni qrant fəlsəfəsinə uyğun şəkildə yəni məlumatlar əks olunmalıdır. Və bilirik ki, qrant geri qaytarılmır, amma nəzarət mexanizmi necə olur? Yəni verdiyiniz pulların əmin əllərdə olduğunu necə nəzarət edirsiniz? Deməli, qaliblər elan olunduqdan sonra Kobya ilə qalib sahibkarlar arasında müqavilə bağlanır. Həmin müqavilə çərçivəsində həm donorun, həm resipiyentin deməli öhdəlikləri öz əksini tapır. Deməli qeyd etdiyiniz kimi qrant əvəzsiz olaraq ödənilən maliyyə vəsaitidir ki, yəni buna nəzarət daha
deməli məsuliyyətli olmalıdır ki, yəni bu dövlət büdcəsinin vəsaitidir. Burada deməli həmin müqavilədə də qeyd olunur ki, resipient, yəni layihəni əldə edən sahibkar hansı vəzifələri yerinə yetirməlidir. Bunlardan biri də deməli müəyyən layihənin gedişatı ilə bağlı mütəmadi şəkildə məlumatları KOBİA tərəfindən onlara təqdim olunmuş deməli ilkin, aralıq və yekun hesabat formaları mövcuddur ki, həmin hesabat formaları əsasında onları KOBİA təqdim eləməlidir və KOBİA-nın da burada hüquqları var ki, deməli layihənin gedişatını izləsin, layihənin icra planına uyğun şəkildə həyata keçirdiyinə nəzarət etsin. Bununla bağlı bizdə monitorinq qrupu mövcuddur ki, həmin monitorinq qrupunun tərkibində KOBİA-nın məsul şəxsləri var. Həmin məsul şəxslər deməli layihənin deməli gedişatına nəzarət eləyir və layihənin məqsəd və vəzifələrinin icra olunmasında hansı deməli proseslərin keçirildiyini izləyir və yekunda isə deməli yekun hesabat təqdim olunur və KOBİA-nın növbəti deməli bir məsələni də qeyd edeyim ki, müqavilədə öz əksini tapır ki, müqavilə bağlandıqdan sonra ayrılmış maliyyə vəsaitinin 70% resipiyentə ödənilir. Növbəti 30% isə layihə yekunlaşandan sonra, yəni layihə KOBİA tərəfindən icrası qəbul olunduqdan sonra növbəti 30% deməli resipiyentə ödənilmiş olur. Yəni bu formada nəzarət prosesi həyata keçirilir və nəzarətin də keçirilməsindən məqsəd qrant maliyyə vəsaitinin layihənin məqsədlərinə uyğun şəkildə xərclənməsinə diqqət artırmaqdan ibarətdir. Qaydalar beləmi qalacaq, yoxsa hər hansı bir dəyişikliklərin olması gözlənilir? Sözsüz ki, yəni şəraitdən asılı olaraq, yəni biznes mühiti elə mühitdir ki, dəyişkən bir mühitdir və bu tələblərdən asılı olaraq yəni dəyişə bilər. Biz hər qrant müsabiqəsindən sonra keçirilmiş o müsabiqənin nəticələrini təhlil edirik, proses ümumiyyətlə təhlil edirik və proses nəticəsində hansı qüsurların, nöqsanların olduğunu qeyd alır və onu ümumiləşdirilmiş şəkildə müəyyən təkliflər hazırlanır və yuxarı qurumlara təqdim olunur ki, sözgedən qaydada bu və digər dəyişiklikləri etmək olar. Yəni hər qrant müsahibəsi digər şərtlərlə olur da, düzdür? Biraz korrekt olunmuş variantda. Yəni o qaydadan kənara çıxmamaqla, yəni o müəyyən korrektlər ola bilər. Yəni müsabiqənin təşkili prosesində, amma əsasən o qaydanın uyğun şəkildə həyata keçirilir. Aydındır. Və sonuncu sualım, əlbəttə ki, bilirik ki, qrant müsabiqəsində hər kəs qalib gəlmək istəyir, amma qalib gəlmək üçün ümumiyyətcə nə etmək lazımdır? Nə tövsiyələr verərdiniz? Çox sağ olun suala görə. Bir də bir məsələni qeyd edim öncəki sualınızla bağlı. Bizdə hal-hazırda müsabiqənin elektronlaşdırılması məsələsi üzərində işlər yekunlaşmalıdır və inşallah ki, növbəti müsabiqədə biz artıq müsabiqəni elektron şəkildə təşkil edəcəyik. Yəni bununla bağlı da sahibkarlara əvvəlcədən ətraflı məlumat, izahat işləri aparılacaq ki, onlar elektronlaşma prosesindən yəni daha faydalı istifadə etsinlər və vaxt və resurslarına səmərəli istifadə edə bilsinlər. Biz deməli indiyə qədər keçirdiyimiz 6 qrant müsabiqəsinin təhlillərinə əsasən, yəni belə ümumiləşdirsə belə nəticəyə gələ bilərik ki, sahibkarlar daha çox müsabiqənin elanı ilə tanış olurlar, amma orada təqdim olunan sənədlərlə, qaydalarla, yəni onlara biraz diqqət az ayırırlar. Çünki o bizə verilən suallar, proses zamanı, yekunlaşandan sonra müəyyən məsələlərin müzakirəsi zamanı biz görürük ki, onlar deməli qaydalarla Nazirlər Kabinetinin təhsil tədqiqat dəstəyi layihələrinin maliyyələşdirilməsi qaydasından o qədər də tanış olmurlar. Sonra orada bizdə metodik vəsait var ki, yəni proses necə təşkil olunur, qiymətləndirmə hansı formada həyata keçirilir, hansı meyarlar əsasında qiymətləndirilir, həmin meyarların izahı, yəni şərhi bizim o metodik vəsait öz əksini tapıb ki, yəni buna daha çox diqqət ayırsalar yaxşıdır ki, yəni əvvəlcədən onun hamısını öyrənib layihəni o formaya, o qaydada
yəni müsabiqəyə təqdim edəndə daha rahat olur. Şanslar daha artır artacaq, əlbəttə. bəli. Çünki onu qiymətləndirən ekspertlər həmin meyarlar əsasında qiymətləndirir və həmin meyarlarda da öz əksini tapıb ki, məsələn, layihənin məqsəd və vəzifələri dedikdə nə nəzərdə tutulur? Burada deməli məqsədlərin ölçülə bilən olması, məqsədlərin ümumi şəkildə qeyd olunması, eyni zamanda layihənin konkret hansı nəticələr əldə etməsi məsələsi öz əksini tapmalıdır. Məsələn, layihənin dayanıqlığı dedikdə nə nəzərdə tutulur? Layihədən faydalananlar kimlər ola bilər və s. kimi məsələlər orada metodik vəsaitdə öz əksini tapıb ki, sahibkarlar o deməli metodik vəsaitlə tanış olsalar, oxusalar, öyrənsələr, yəni layihələrini də o sənədlərə uyğun şəkildə təqdim etsələr, deməli daha qalib gəlmə şansları ola bilər. Çünki bizə təqdim olunan layihələrin bir də görürsən büdcəsi 20.000 manatdan çox olur. Keçir, bəli. Və sonra məsələn layihənin məqsədi bir cümlə olur. Yəni layihənin konkret hansı nəticə əldə edəcəyi ölçülə bilən məqsədi göstərilmir. Layihənin innovativliyi də qiymətləndirmə meyarlarından biridir ki, yəni bu məsələyə diqqət ayırmaq vacibdir ki, innovativlik olmalı mütləq. Layihə deməli mikro, kiçik, orta sahibkarlıq subyektlərinə təsir olmalıdır. Bu məsələ öz əksini tapmalıdır. Yəni bununla bağlı sonrakı mərhələdə sahibkarlar bizə müraciət edir ki, məsələn mənim layihəm niyə keçmədi? Yəni biz onu dəvət edirik görüşə, həmin görüşdə izah edəndə artıq o başa düşür ki, yəni burada hansı məsələlər, diqqət ayırmaq lazımdır ki, növbəti mərhələdə o layihəni təkmilləşdirməklə yenidən müsabiqəyə müraciət etsin və qalib gəlmə şansları olsun. Bir də çox vacib məsələ layihələrin sahibkarlıq fəlsəfəsinə uyğun olması çox önəmlidir. Bizə təqdim olunan layihələr bir də görürsünüz ki, başqa bir sahənin layihəsi aiddir layihə, amma sahibkardır təqdim eləyib. Bunun sahibkarlıq sahəsinə əlaqəsi yoxdur. Yəni bu həmin qaydaların o fəlsəfəsinə, deməli ruhuna bir zidd olan deməli layihələrdə olur. Yəni əsas məsələlərə diqqət ayırsalar, yəni rəqabət daha maraqlı olur və qalib gəlmə şansları da daha böyük olur. Ümid edirik ki, sahibkarlarımız sizin tövsiyələrinizdən faydalanacaq və sizə uğurlar arzulayıram. Təşəkkür edirəm. Çox sağ olun. Əgər suallar olacağı təqdirdə sahibkarlar əlbəttə ki, KOBİ-yə müraciət edə bilər. 131 çağrı mərkəzi var ki, biz ona sualları operativ şəkildə cavablandırırıq. Eyni zamanda yazılı şəkildə də müraciət etməklə deməli onların suallarını cavablandıra bilərik. 7-ci qrant müsabiqəsi deməli 14 may 2025-ci il tarixinədək 18:00-dək qəbul olunur. Bu elektron formada da təqdim oluna bilər. Yəni info@smb.gov e-mailinə göndərməklə və yaxud da ki, 10 gündən çox vaxtları var. Bəli, kağız daşıyıcılarla da bunları təqdim etmək olar. Bir məsələni də qeyd edim, 10 gündən çox vaxt deyəndə biz 6 müsabiqə çərçivəsində bu halla da qarşılaşmışıq ki, hamı saxlayır axırıncı 3-cü günə, 3 günə və həmin gün təqdim edəndə artıq bizim də işimizi biraz çətinləşdirirlər. Yəni operativliyimizi biraz aşağı salır o mənada ki, biz onun hamısını cavablandırmalıyıq. Rəsmi qaydadakı olan deməli layihələri qeydiyyata alındı və rəsmi cavab verməlidir. Yəni sahibkarlardan xahiş edirik ki, vaxtında, həmin müddət ərzində öz layihələrini müsabiqəyə təqdim etmiş olsunlar. Bir daha təşəkkür edirəm Əlmət müəllim. Mən təşəkkür edirəm. Çox sağ olun. Xatırladım ki, studiyamızın qonağı KOBİ-nin şöbə müdiri Elmədin Hacıyev idi. Bununla da iqtisadi həftə verilişi yekunlaşır. Bizim YouTube və Facebookda CBC FM Azərbaycan səhifələrini izləməyi unutmayın. Sağ olun.